Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 20 buraxılışını Samirə Mustafayeva təqdim edir. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəbərləri təqdim edirik, əvvəlcə anonslar. İstanbulda sülh gündəliyi. Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş keçirildi. Təfərrüatlar birazdan. Diplomatik müstəvidə durğunluq. Rusiya-Ukrayna danışıqları dayandırılırmı? Aylardır davam edən qazıntı. Yubanan tikintinin yubatdığı sürücülər. Cəmaət dərəcə çəkir, biz də çəkirik. Binəqədi şosesində tıxaca səbəb olan işlər nə zaman bitəcək? Gələn ildən daha çox ƏDV məbləği geri qaytarılacaq. Vergi məcəlləsinə dəyişiklik edilir. Dayanacaqlarda quraşdırılan, lakin işləməyən monitorlar yığışdırılır. Onları əvəz edəcək yeniliyi ASTV xəbərdən biləcəksiniz. İndi isə təfərrüatı ilə. Cənubi Qafqazda uzun illər mübahisə predmeti olan Zəngəzur dəhlizi ətrafında yeni bir dinamika formalaşır. Ermənistan tərəfinə son açıqlamaları onu göstərir ki, rəsmi İrəvan kommunikasiyaların açılması ideyasına daha konstruktiv yanaşmağa başlayıb və bu tendensiyanın əsas səbəbi Azərbaycanın ortaya qoyduğu davamlı siyasi iradə və dəhlizin regional zərurətə çevrilməsidir. Prezident İlham Əliyevin son dövrlərdə səsləndirdiyi mövqe bir daha göstərir ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütün bölgə üçün mühüm nəqliyyat arteriyasıdır. Orta dəhliz, şimal-cənub marşrutları və Avrasiya ticarət yolları bu dəhliz olmadan tam inteqrasiya oluna bilmir. Как вы знаете, одним из достижений Vaşinqtonskого sammiti в августе является... Avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIP layihəsidir. Prezident Trump layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da orta dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur. Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir. Amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq. Məhz bu reallıqlar, makroiqtisadi təzyiqlər, yeni regional formatlar və sülh prosesinin tələbləri İrəvanı daha praqmatik yanaşmaya məcbur edir. Ermənistanın ritorikasındakı dəyişiklik təkcə siyasi deyil, həm də iqtisadi məcburiyyətdən irəli gəlir. Dəhlizin açılması regionda işsizliyi 8%-dən təxminən 4,5%-ə qədər azalda, yeni logistika mərkəzləri yaratmaqla sərmayə cəlbini artıra bilər. Enerji bütün iqtisadi artımın və fəaliyyətin təməlidir. Azərbaycan isə bu baxımdan həlledici dövlətdir. Ölkənin təkcə öz enerji resurslarından əlavə Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi ölkələrdən keçən böyük enerji axınları da məhz Azərbaycan üzərindən keçir. Zəngəzur dəhlizi həm bu region, həm də Avropaya ötürülən enerji axını baxımından gələcək illərdə ABŞ və bütövlükdə qərb maraqları üçün son dərəcə vacib olacaq. Zəngəzur dəhlizi regionda yeni əməkdaşlıq modelini təşviq edir. Prosesə beynəlxalq aktorların da marağı artıb. Amerika Birləşmiş Ştatlarının Ermənistan və Azərbaycan arasında dəhlizin idarə edilməsi ilə bağlı təklifi irəli sürməsi də göstərir ki, Zəngəzur dəhlizi artıq regional deyil, qlobal geosiyasi gündəliyin bir hissəsinə çevrilib. In terms of the process, it would be first more regional attention since
Amerika Birləşmiş Ştatları TRIP layihəsinin inkişafı üçün ilkin olaraq $145 milyon ayırıb. Məncə, proses irələdikcə davamlı investisiyalar üçün daha çox imkan yaranacaq. Xüsusilə də 99 illik nəzarət və idarəetmə müqaviləsinin imzalanması nəzərə alsaq. Zəngəzur dəhlizi ölkələrarası təmasların qurulması və güclənməsi baxımından da vacibdir. Ermənistanın bu yöndə müsbət siqnalları göstərir ki, Zəngəzur dəhlizi mübahisə obyekti olmaqdan çıxır və praktiki əməkdaşlıq platformasına çevrilir. Prezident İlham Əliyevin illərdir qurduğu strateji xətt isə bugün regionda yeni siyasi və iqtisadi reallığın əsasını formalaşdırır. Səkinə Bababəyova, Vəfa Seyidova, Fidan Mahmudova, ASTV Xəbər. Növbəti dayanacaq Zəngəzur. İstanbulda sülh gündəliyi. Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş keçirildi. Təfərrüatlar birazdan. Zəngilanda işğaldan azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı əlaqələndirmə qərargahının 5 illik fəaliyyətinə əsr olunan iclas keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı əlaqələndirmə qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində qərargahın 5 illik fəaliyyətinə əsr olmuş iclas keçirilib. İclasda çıxış edən Samir Nuriyev bildirib ki, dövlət başçısının birbaşa rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərə böyük qayıdış proqramı gerçəkləşdirilir. Onun sözlərinə görə Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən geniş miqyaslı işlər post-münaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidən qurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir. Qərargah rəhbəri deyib ki, həyata keçirilən geniş miqyaslı layihələr regionun bütün inkişaf mənzərəsini köklü şəkildə dəyişib. 5 il ərzində dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib. 177 müxtəlif təyinatlı layihənin təməlini qoyub. 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. Böyük qayıdışın inteqrasiyalı yanaşma ilə təmin olunmasının real nəticələr verdiyi və artıq işğaldan azad edilmiş ərazilərin ümumi planının 8 şəhərin baş planının və 3 şəhərin müfəssəl planının təsdiq edildiyi, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planının işlənmə mərhələsində olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda aidiyyatı dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan mina təmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. 3 beynəlxalq hava limanı istifadəyə verilib. Tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, biri isə qismən icra edilib. Ağdam dəmir yolu və avtovazal kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yolların tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb. Onlardan 42 körpünün tikintisi başa çatıb. 3 körpü istismara verilib. Qarabağ və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb. 6 magistral qaz xətləri, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib. 8 şəhərə, 20 kənd və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbə qədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb. İşğaldan azad olmuş ərazilərin iqtisadi dirçəlişində əsas rol oynayan Ağdam və Cəbrayıl rayonundakı Araz Vadisi İqtisadi Zonası sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 949,4 milyon manat məbləğində məhsul istehsal olunub. Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olmuş məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac olunub. Bütün bunlar bərpa və inkişaf proseslərinin praktiki nəticələrini göstərməklə yanaşı, dövlət başçısının ərazilərinin bərpasına yönələn siyasətinin ardıcıllığı və bu istiqamətdə olan yüksək diqqətini əks etdirir. Görülən işlərin nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Qərargah rəhbəri bölgənin münbit torpaq və əlverişli iqlim şəraiti ilə seçildiyini, bunun da ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar yaratdığını və bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair 1-ci dövlət proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri üzrə həyata keçirilən işlər barədə məlumatlar təqdim edilib. Bundan əlavə ərazilərdə tikinti layihələrinin hazırlanmasına, tikinti quraşdırma işlərinin aparılmasına, dövlət nəzarətinin həyata keçirilməsi, fövqəladə hallara qarşı dayanıqlığın təmin edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabət qabiliyyətli aqrar istehsalın təşkili, mədəni, tarixi və dini abidələrin bərpası və qorunması, əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində görülən işlər barədə məruzələr dinlənilib. İclasın sonunda Azərbaycan Respublikasının prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələrək zəruri tədbirlərin görülməsi iclas iştirakçılarının diqqətinə çatdırılıb və müvafiq tapşırıqlar verilib. Bildirilib ki, böyük qayıdışın uğurla davam etdirilməsi üçün koordinasiya, innovasiya və şəffaflıq prinsipləri daim ön planda saxlanılmalıdır. Səfər çərçivəsində Zəngilan şəhər ərazisində bir sıra obyektlərə, o cümlədən Zəngilan şəhər məscidinə, Zəngilan şəhər yaşayış kompleksinə, məktəb binalarına baxış keçirilib. Bundan əlavə, əlaqələndirmə qərargahının üzvləri Zəngilan Hotel kompleksində görülən işlərlə tanış olublar. Daha sonra Dost Aqroparka aid əkin sahələrindəki dairəvi suvarma sistemlərinə, həmin parkın heyvandarlıq kompleksinə, Ağalı kəndinin sakinləri üçün parselləşmə aparılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və Şirin Aqro GSC-nin bağçılıq ərazisinə baxış keçirilib. Əlaqələndirmə qərargahının üzvlərinə Horadiz Cəbrayıl Zəngilan Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı, Araz çayı üzərində inşa edilən körpüdə və Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz Ağbənd avtomobil yolu və dəmir yolunun inşası, həmçinin müvafiq buraxılış məntəqəsinin tikintisi ilə bağlı planlaşdırılan işlər, o cümlədən gömrük nəzarətinin təşkilinə və infrastrukturunun yaradılmasına dair mövcud vəziyyət barədə məlumatlar təqdim olunub. Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında iki tərəfli görüş keçirilib və görüş ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü pay sessiyası çərçivəsində baş tutub. Tərəflər Vaşinqton samitinin müsbət rolunu qeyd edərək ki, Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentarlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Bizim keçirdiyimiz görüş Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında bu ilin oktyabr ayında Cenevre şəhərində keçirilmiş görüşdə əldə olunmuş razılaşmaya uyğun olaraq həyata keçirilmişdir. Keçirdiyimiz görüşdə hər iki nümayəndə heyəti Azərbaycan və Ermənistan rəhbərliyi arasında bu ilin avqust ayında Vaşinqton şəhərində keçirilmiş görüşün və əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdilər və bu prosesə parlamentlərin dəstəyinin əhəmiyyətini vurğuladılar. Biz həmçinin bundan sonraki dövrdə parlamentarlər arasında müxtəlif formatlarda təmasların davam etdirilməsi məsələsinin əhəmiyyəti barədə də fikir mübadiləsi apardıq. Xankəndi şəhərində Türk dövlətlərinin xüsusi xidmət orqanları konfransının 27-ci plenar iclası keçirilib. Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu mövzusuna həsr olunan tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızstanın xüsusi xidmət rəhbərləri, eləcə də Macarıstandan olan nümayəndə iştirak edib. Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır. Bu fikirlər dövlət başçısı İlham Əliyevin Xankəndidə keçirilən Türk dövlətlərinin xüsusi xidmət orqanları konfransının 27-ci plenar iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. Müraciəti Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev səsləndirib. Son zamanlar dünyanın müxtəlif bölgələrindən müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır. Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi
həyati zərurətə çevrilmişdir. Tədbirdə nəqliyyat xətlərinin beynəlxalq terrorçuluq, qaçaqmalçılıq və transmilli cinayətkarlıqdan qorunmasında xüsusi xidmət orqanlarının rolundan danışılıb. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əlin Ağayev vurğulayıb ki, dünyada artan təhlükələr beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə ciddi təsir edir. Təhlükəsizlik orqanlarının beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsində həlledici rolu vardır. Qurumlarımız arasında beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıq üzrə məlumat mübadiləsi üçün ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələrinin genişləndirməsi mühüm əhəmiyyət kəsb edir. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, eləcə də Macarıstandan olan nümayəndələrin iştirak etdiyi tədbirdə Zəngəzur dəhlizinin əhəmiyyətindən də danışılıb. Sonda plenar iclasın yekun sənədi imzalanıb. Əntiqə Fərəcova, ASTV xəbər. Cənubi Qafqazda artıq yeni, sabit və təsirli reallıqlar hökm sürür. Bu isə o okeanın o tayının da maraq dairəsindədir. Məsələ buna görə də Azərbaycan-ABŞ dialoqu yeni mərhələyə qədəm qoyur. Bu dəfə Bakı Amerika Birləşmiş Ştatlarının beyin mərkəzlərindən olan qonaqlarını qəbul etdi. Forumda müxtəlif sessiyalar keçirildi. Son dövrdə baş verən geosiyasi dəyişikliklər müzakirə edildi. Cənubi Qafqaz və qonşu regionlarda qüvvələr balansının təsiri təhlil olundu. Cənubi Qafqazın strateji əhəmiyyətinin son illərdə xüsusilə daha da artdığı zamanda Azərbaycanın aparıcı aktorlarından birinə çevrildiyini vurğulamasaq olmaz. Bu forum bölgədə baş verən dəyişikliklərin ələxsus müharibədən sonra yaranan yeni reallıqların, regiona olan diqqətin bariz sübutu oldu. Ümumiyyətlə hesab edərdim ki, indi Amerikanın ümumiyyətlə regiona marağı yenidən belə deyək bir canlaşma var. Və bundan təbii ki, biz istifadə etmək istərdik və nəticə olaraq həm Azərbaycan üçün, həm ABŞ üçün burada müvafiq siyasi və iqtisadi imkanlar var. İqtisadi imkanlar demişkən, Trump marşrutu və enerji sahəsinin inkişafı Trump administrasiyası tərəfindən dəstəklənən vacib təşəbbüslərdən biridir. Çünki bu, yalnız qeyd etdiyimiz iqtisadi əməkdaşlığı genişləndirmir. Eyni zamanda Avrasiyada enerji təhlükəsizliyini gücləndirən strateji bir layihədir. Bəlkə də Donald Trumpın ən mühüm töhfəsi Azərbaycan və Ermənistanın artıq çoxdan da bəhs etdiyi nəqliyyat dəhlizi üzərində işdir. Söhbət dəhlizin özündən deyil. Azərbaycan, Ermənistan, Türkiyə və Orta Asiya ölkələri arasında ticarət və investisiyalara güclü təkan verə biləcək bir mexanizmdən gedir. Bu da malların orta dəhliz çərçivəsində Avropa bazarlarına çıxışını təmin edir. Bu, fikrimcə, Trump komandasının təkcə Azərbaycanla deyil, həm də Ermənistan və Türkiyə ilə münasibətlərdə ən mühüm nailiyyətidir. Buna görə də artıq Azərbaycan və Mərkəzi Asiya arasında əlaqələr hər gün daha da güclənir. Regionun sabitliyi üçün isə rəsmi Bakı mühüm aktordur. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları anlayır ki, Azərbaycan Cənubi Qafqazda artıq çox önəmli bir yerə sahib olan ölkələrdən biridir. Ermənistan isə yox. Bu isə regionda Trump administrasiyasının Amerika Birləşmiş Ştatları maraqlarının necə dəyişdiyini ifadə edən əsas nüansıdır. Keçmiş rəhbərlikdə isə bu fərqlidir. Hər kəs ilk olaraq Ermənistanı düşünürdü. Artıq Trump administrasiyası tərəfindən ilk düşünülən Azərbaycanın fikirləridir. Qeyd edək ki, forum beynəlxalq münasibətlərin təhlili mərkəzi tərəfindən təşkil olunub. Vəfa Seyidova, Fidan Mahmudova, Fəzal Kamalov, Emin Əhmədzadə, ASTV xəbər. Diplomatik müstəvidə durğunluq, Rusiya-Ukrayna danışıqları dayandırılırmı? Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə keçiriləcək sülh danışıqlarına dair görüşlərdə iştirak eləyəcək. Bu barədə Zelenski Telegram kanalında məlumat yayıb. Qeyd edib ki, Ukrayna tərəfi tərəfdaşlara təqdim etmək üçün artıq bir sıra təkliflər hazırlayıb. Müharibənin bitməsini yaxınlaşdırmaq bizim əsas prioritetimizdir. Həmçinin əsirlərin mübadiləsi və geri qaytarılması istiqamətində işi davam etdiririk, deyə Zelenski qeyd edib. Tədbirdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff da qatılacaq və onda qeyd edilək ki, Kreml görüşdə Rusiya nümayəndələrinin olmayacağını açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva danışıqlarla bağlı heç bir məlumat almayıb. Rusiya Türkiyə görüşünün nəticələrini gözləyəcək.
Rusiya-Ukrayna müharibəsində isə qarşılıqlı hava hücumları davam eləyir. Rusiya hərbi birləşmələri növbəti dəfə Ukraynanın Xarkov vilayətinə raket zərbələri indirib. Hücum nəticəsində 17 yaşlı qız həlak olub, 9 nəfər xəsarət alıb. Dnepr şəhərinə isə dron zərbələri indirilib. Nəticədə 2 nəfər yaralanıb, bir neçə yerdə yanğın qeydə alınıb. Donetskdə isə enerji obyektləri PUA zərbələrinə tuş gəlib. Yaşayış məntəqələri işıqsız qalıb. Ukrayna silahlı qüvvələri isə Rusiyanın Belqrad vilayətinə hədəf alıb və dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb. Onlardan biri Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. Hücum zamanı 4 ticarət mərkəzi yanaraq külə dönüb. Rusiya-Ukrayna danışıqları ümumiyyətlə dayandırılırmı? Uzun müddətdir tərəflər arasında diplomatik təmasların olmaması bəzi dairələrdə belə bir sual yaradıb və bu informasiya fonunda Ukrayna prezidenti Volodimir Zelenskinin görüşləri, Moskvanın rəsmi açıqlamaları var. Təfərrüatı Moskvadan xüsusi müxbirimiz Zakir Musayevdən indi öyrənəcək. Axşamınız xeyir olsun. Analitiklər ümumiyyətlə gedişatı necə dəyərləndirir? Buyurun. Hər vaxtınız xeyir. Bəli, hazırda regionda diplomatik fəallığın yenidən artdığı bir mərhələni müşahidə edirik. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfirinin açıqlamasına əsasən Moskva Kiyevdən danışıqlar prosesinin dayandırılması ilə bağlı heç bir rəsmi bildiriş almayıbdır və açıqlamada o da qeyd olunur ki, Ukraynanın İstanbul görüşlərinin 3-cü raundundan sonra artıq 100 gündən çoxdur ki, susması əslində prosesin faktiki şəkildə dondurulmasına işarədir. Amma hüquqi və ya diplomatik baxımından Kiyev tərəfi danışıqları dayandırırıq deməyibdir. Bu fonda noyabrın 19-unda planlaşdırılan İstanbul görüşü də xüsusi diqqət çəkir və Birləşmiş Ştatlar prezidentinin xüsusi nümayəndəsi Witkoff'un Ukrayna prezidenti ilə danışıqlarda iştirak edəcəyi bildirilir. Bir müddət əvvəl isə elə Ukrayna prezidenti bu səfəri münaqişənin həllində aktivləşmə mərhələsinin başlanğıcı kimi qiymətləndirib və tərəfdaşları yeni təkliflər paketi təqdim edəcəyini deyibdir. Ekspertlərin fikrincə Moskvanın bu prosesdə iştirak etməməsi isə situasiyanı daha mürəkkəb göstərir. Elə Kremlin sözcüsü Dmitri Peskov da artıq bildirib ki, İstanbulda keçiriləcək görüşdə Rusiya tərəfi olmayacaqdır. Bununla belə o əlavə edir ki, əgər tərəflər danışıqların mahiyyəti barədə Moskvanı məlumatlandırmaq istəsələr, prezident Putin dialoqa açıqdır. Bütün hallarda siyasi şərhçilərin fikrincə Moskva bu prosesə ehtiyatla yanaşır və siyasi analitiklər bildirirlər ki, Rusiya üçün əsas məsələ rəsmi Kiyevlə real razılaşmalar əldə etmək perspektivlərinin olub-olmamasıdır. Çünki hazırki mərhələdə Kiyevin danışıqlarda hansı mövqedən çıxış edəcəyi hələlik bəlli deyil. Belə Rusiyadan bugünlük çatdırmaq istədiklərim bunlar idi. Söz yenidən sizdədir. Zakir, təşəkkür edirik ətraflı məlumat üçün. Finlandiyanın Rusiya ilə sərhəddə başladığı hərbi təlimlər isə Moskvada narahatlıqla qarşılanıb. Artilleriya və minaatan atəşi təlimlərinin sərhəddən 100 kilometr məsafədə olması mesaj olaraq dəyərləndirilir. Təfərrüatı Avropanın siyasi paytaxtından, Brüsseldən xüsusi müxbirimiz Elzar Ağayevdən öyrənməyə çalışacaq. Elzar, hər vaxtınız xeyir olsun. İndi bu təlimlər mesajdır, yoxsa Helsinkinin sırf müdafiə qabiliyyətinin artırılması üçün bir hərbi hazırlıqdır? Buyurun. Salam, axşamınız xeyir. Bəli, əslində bunu mesaj hesab etmək olar Rusiyaya, amma digər tərəfdən Qərbdə bir çox ekspertlər hesab edirlər ki, artıq tərəflərin bir-birinə mesaj vermə dövrü çoxdan bitib. Artıq hər iki tərəf, həm Rusiya, həm də Qərb konkret olaraq müharibəyə hazırlaşır. Elə Finlandiyada keçirilmiş bu təlimlərin həcmi də belə düşünməyə əsas verir. Belə ki, təlimlərə 2200-dən artıq canlı qüvvə, 500-ə yaxın artilleriya qüvvəsi cəlb edilib. Bundan başqa təlimlərin keçirildiyi məkan da xüsusi maraq doğurur. Bu təlimlər Laplandiyada Rovayarvi təlim ərazisində keçirilir ki, bu ərazi də Rusiya sərhədindən sizin də söylədiyiniz kimi cəmi 100 kilometr məsafədə yerləşir. Bundan başqa təlimlərdə Polşaya məxsus olan Homarka raket qurğuları da gətirilib ki, raket buraxılış qurğularıdır bu və bu qurğular Laplandiya ərazisinə Ukraynaya məxsus olan Antonov 124 təyyarələri ilə gətirilib ki, bu özü-özlüyündə də xüsusi rəmzi məna daşıyır. Əslində ekspertlər hesab edirlər ki, bununla da Rusiyaya NATO və Ukrayna birliyinin nə qədər güclü olması mesajı verilir. Təlimlərdə əsasən 80-300 kilometrlik raketlər, ballistik raketlər sınaqdan keçirilir və bu da əslində Ukrayna
daha doğrusu Finlandiya ərazisindən Rusiyanın bu əraziyə yaxın yerləşdirilmiş hərbi obyektlərinə potensial raket zərbələrini imitasiya etməyə imkan verir. Əlbəttə ki, Kremldən bu məsələ, bu təlimlər ciddi maraqla, diqqətlə izlənilir və hətta bəzi məlumatlar var ki, artıq Finlandiya ilə sərhəddə Oreşnik raketlərini də yerləşdirmək niyyətindədir Rusiya. Qeyd edim ki, bu raketlərin yerdəyişməsi qərbdə xüsusi maraqla izlənir, diqqətlə izlənir. Çünki bu raketlər Rusiya arsenalında ən güclü silahlardan biri hesab edilir. Bildiyiniz kimi Oreşnik raketləri 2-3 kilometr saniyə sürətlə hərəkət edə bilir və 1000-5500 kilometr məsafə arası uçuş məsafəsi var bu raketlərin. Ona görə də NATO yəqin ki, belə yerdəyişmə olarsa bunu diqqətlə izləyəcək. Ən son xəbərlər bundan ibarət idi. Söz sizdə. Təşəkkür edirik Elzar. BMT-nin baş katibi Antonio Guterres Qəza ilə bağlı qətnamənin Qurumun Təhlükəsizlik Şurasında qəbul olunmasını alqışlayıb. Təşkilat rəhbəri bunu Qəzada atəşkəsin möhkəmləndirilməsi istiqamətində mühüm bir addım adlandırıb. O, konkret tədbirlər atılmasının vacibliyini də vurğulayıb. BMT-nin Qəzaya humanitar yardımı artırmağa hazır olduğunu qeyd edib. Guterres ABŞ-nin təqdim etdiyi planın növbəti mərhələsinə keçməyin əhəmiyyətini bildirib. Ümidvar olduğunu deyib ki, bu iki dövlətli həllə nail olmaq üçün siyasi prosesə gətirib çıxaracaq. Çin ordusu vaxtaşırı region ölkələri ilə gərginliyə səhnə olan Cənubi Çin dənizində geniş miqyaslı təlimlərə start verib. Filipinin, ABŞ və Yaponiya ilə birgə hərbi təlimlərindən sonraya təsadüf eləyən manevrlərə minlərlə hərbiçi, habelə yeni istismara verilmiş Fujian təyyarə daşıyan gəmisi də cəlb edilib. Və indi daha ətraflı məlumat almaq üçün Pekindəki xüsusi müxbirimiz Afaq Cəfərovaya bağlanırıq. Afaq, bu təlimlərin məqsədi nədir? Hər vaxtınız xeyir, buyurun. Bəli, təlimlərin keçirilməsində əsas məqsəd döyüş qabiliyyətini artırmaqdır. Təlimləri Çin Xalq Azadlıq Ordusunun hərbi dəniz qüvvələri gerçəkləşdirir. Sözü gedən təlimlər Cənub Çin dənizində baş tutur və artıq bir neçə gündür ki, davam edir. Bu zaman, yəni proseslərdə Çin ordusunun arsenalındakı Honhu kompleks tədarük gəmisi, idarə olunan raketlərlə təchiz olunmuş Henyan freqatı və dəniz aviasiyası gecə və gündüz əməliyyatları həyata keçirib. Şərt əməliyyat zamanı gəmilərin minalanmış sahədən keçməsi simulyasiya edilib. Bu zaman Honhu gəmisindəki müxtəlif silahlardan istifadə olunmaqla minalar məhv edilib. Mina təhdidi zərərsizləşdirildikdən sonra freqatların təchizat əməliyyatı icra olunub. Yüksək sürətlə hərəkət zamanı Henyan freqatı üçün maye və quru yüklərin doldurulması da həyata keçirilib. Bundan başqa gecə və gündüz vaxtı helikopterlərin enib qalxması, habelə birgə axtarış xilas etmə əməliyyatları, yüngül atıcı silahlarla təlimlər və döyüş qaydasında manevrlər də daxil olmaqla çox saylı təlimlər keçirilib. Ekipajın istənilən vaxt və bütün sahələrdə hər tərəfli döyüş dəstəyi imkanlarını effektiv şəkildə təkmilləşdirilmək də həyata keçirilib. Dəniz təlimləri zabitlərin və ekipajın dənizdə koordinasiyalı əməliyyatlar aparmaq qabiliyyətini də nəzərdən keçiriblər. Komandirlərin real vaxt rejimində qərar qəbul etmək qabiliyyətini artırmaq və yeni təyin olunmuş heyətə döyüş hazırlığına tez çatmaqda kömək etmək məqsədi də daşıyıb. Qeyd edək ki, Çinin Cənubi Çin dənizindəki döyüş təlimi ilə yanaşı Çin ordusunun arsenalına yeni daxil edilmiş ölkənin 3-cü təyyarə daşıyan gəmisi də daxil olmaqla gəmi qrupunun çox məqsədliliyi də keçirilib. Bu Fujian gəmisinin istismara qəbul edilməsindən sonra cəlb olunduğu ilk dəniz döyüş təlimidir. Təlim zamanı naviqasiya əlaqələndirilməsi, birgə axtarış xilas etmə əməliyyatı, o cümlədən təyyarələrin enib qalxması da icra olunub. Çinin Cənubi və Şərqi Çin dənizlərində keçirdiyi hərbi təlimlər təkcə Asiya Sakit Okean regionunda deyil, regiondan kənarda da, yəni Vaşinqtonda da diqqətlə izlənilir. Bəziləri bu təlimləri Çinin güc nümayişi kimi qiymətləndirsələr də rəsmi Pekin ölkənin hərbi potensialının gücləndirilməsini Çinin özünü müdafiə məqsədi daşıdığını dəfələrlə bəyan edib. Bizim Pekindən çatdırmaq istədiklərimiz bu qədər. Söz təkrar sizdədir. Təşəkkür edirik ətraflı məlumat üçün. Afaq,
Almaniyanın paytaxtı Berlində məktəblərə qanlı hücum olacağına dair xəbərdarlıq yayılıb. Məlumatı yayanlar uşaqlara qarşı ağır terrora əl atacaqlarını deyirlər. 2 gündür ki, bu gərginlik fonunda valideynlər uşaqlarını dərsə göndərməkdən imtina eləyir. Təfərrüatı Berlindən bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədova bizə çatdıracaq. Günay, hər vaxtınız xeyir olsun. İndi vəziyyət necədir? Buyurun. Bəli, sosial şəbəkələr üzərindən sürətlə yayılan və bir səs yazısı Berlində xaos yaratdı. Uşaqlar məktəbdən qaldı, bəzi valideynlər uşaqlarını məktəbə göndərməkdə ehtiyat elədi. Berlində məktəblərə mümkün hücumlarla bağlı anonim məlumatların messengerlər vasitəsilə geniş yayılmasından sonra gərginlik artıq 2-ci gündür ki, davam edir. Valideyn çatlarında və sosial şəbəkələrdə yayılan paylaşımlarda güya şəhərin təxminən 20 təhsil müəssisəsinə hücum planlaşdırıldığı iddia olunurdu. Polisin məlumatına görə qısa müddət ərzində təcili xəttə 900-dən çox zəng daxil oldu. Əsasən övladlarının təhlükəsizliyindən narahat olan valideynlərdən. Bir çoxları deməli uşaqlarını məktəbə göndərməyin məqsədə uyğun olub-olmadığını və mümkün təhlükə ilə bağlı dəqiq məlumatın mövcudluğunu soruşurdu. Və hüquq mühafizə orqanları vurğulayırlar ki, yayılan məlumatlar qəsdən yayılmış. Saxta informasiyada hazırda məktəblər üçün real təhlükə və ya konkret risk barədə heç bir əlamət yoxdur. Lakin polis məlumatı dərindən araşdırır və bununla belə valideynlərin narahatlığını azaltmaq üçün məktəblərin yaxınlığında polis nəzarəti müvəqqəti olaraq gücləndirilib. Və internetdə müzakirələr isə davam edir. İstifadəçilər qeyd edirlər ki, valideyn çatlarında gərginlik hələ də yüksəkdir və bəzi ailələr ehtiyatlı davranmağa davam edir. Polis ictimai asayişin pozulması və cinayət törətməklə hədələmə faktı üzrə araşdırmalara başlayıb və qorxu yaradan mesajların kim tərəfindən yayıldığını hazırda müəyyənləşdirir. Qeyd edeyim ki, bu cür saxta hədələr müxtəlif səbəblərlə yarana bilər. Kütləvi panika yaratmaq cəhdlərindən tutmuş məqsədli təxribatlara qədər. Rəsmilər vurğulayırlar ki, məhz buna görə də məlumat mənbələrini yoxlamaq və təsdiqlənməmiş paylaşımları valideyn və şəhər deməli çatlarına ötürməmək vacibdir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Aydındır, təşəkkür edirik. Davam edirik. Teleməkanda ilk dəfə ASTV-nin xüsusi layihəsi Cəsus Dosyesi başlayır. Sənədli filmin ilk bölümü bugün saat 21:00-da tamaşaçılara təqdim olunacaq. 12 ölkədə aparılan geniş miqyaslı çəkilişlər, sirlərlə dolu arxivlər və dünya gündəmini alt-üst edən faktlar. Birinci seriya hazırda beynəlxalq medianın əsas mövzusu olan Yusaid Qalmaqalının pərdə arxası həqiqətlərini ortaya çıxaracaq və filmin anonsunu indi birlikdə izləyəcəyik. USAID-nin yardım adı altında göndərdiyi dollarlar ölkələrin gələcəyini dizayn etmək əvəzinə terrorçulara yönləndirilirdi və ölkələrin gələcəyini məhvə sürüklüyürdü. Mən bu məsələni onunla ətraflı müzakirə etdim və o razılaşdı ki, biz oranı bağlamalıyıq. USAID BMT əməliyyatlarının donoru olub. Mənim konkret sizin bəhs etdiyiniz hallar haqqında məlumatım yoxdur.
onlar dayanıqlı inkişaf deyirlər. Bəzən o inkişaf bir çox xalqın müstəqilliyi hesabına başa gəlir. BMT-nin qapısının o tərəfində sülh var, bu tərəfində ssenari. Casus dosyasında araşdırmalarımız onu göstərir ki, Gürcüstan, Boliviya, Ekvador, Çexiya, Slovakiya, Nigeriya və digər ölkələrdə hələ də bu şəbəkənin gizli ünsürləri öz fəaliyyətlərini davam etdirir. Antisanitar şəraitdə ət kəsimi. Burada cəmaət görür ki, sağlam heyvanlar, xəstəlik yoxdur. Orada kəsir getirilir. Qadağalar var, elə onlara məhəl qoymayanlar da. Satış və kəsim yerlərində gigiyenik normalara niyə əməl edilmir? Noyabrın 15-dən ölkə ərazisində istilik mövsümü başlayıb, 185 min mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulub, amma bəzi ərazilərdə problemlər yaranıb. Azər İstilik Təchizat isə bununla bağlı ASTV xəbərə bir açıqlama verib. 15 noyabr tarixindən etibarən qazanxanalar fəaliyyətə başladığı andan böyük rayon qazanxanalarından istilik məntəqələrinə, daha sonra isə binaya və yaxud mənzilə ötürülür. Bununla yanaşı qazanxanadan ümumilikdə yaşayış binalarına, səhiyyə obyektlərinə, məktəb və uşaq bağçalarına da bütün istilik enerjisi paralel şəkildə təchiz edilməkdədir. Bildirmək istərdik ki, Azər İstilik Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq bina daxili və mənzil daxili xətlərə cavabdeh deyilik. İstehlakçılar olaraq və bina mülkiyyətçiləri daim bina daxili xətləri təmir və bərpasını həyata keçirməli. Həmçinin mənzil mülkiyyətçiləri mənzil daxili xətlərin, yəni burada mənzil daxilində olan istilik xətlərindən və qızdırıcı cihazlardan, yəni radiatordan söhbət gedir ki, bunun baxımını müntəzəm şəkildə mövsümə qədər etməlidirlər. Mövsümə qədər Azər İstilik Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq sınaq sazlama işlərini həyata keçiririk. Bu həmçinin bina daxilinə qədər olan xətlərdə baş verə biləcək nasazlıqların aşkar edilməsi, həmçinin bina daxili və mənzil daxili xətlərdə vətəndaşlar üçün də xəbərdarlıq məqsədi ilə baş verə biləcək hər hansısa bir nasazlığın aşkar edilməsi istiqamətində atılmış addımdır. Gün ərzində ölkədə bəzi informasiya resurslarının fəaliyyətində bir fasilə yaranıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib ki, fasilə Cloudflare anti-DOS xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində qeydə alınıb. Sözü gedən dayanmanın ASTATENET şəbəkəsinə və gov.az zonası domenlərinə hər hansı təsiri olmayıb. Məlumata görə Təhlükəsizliyi Xidmət tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və ASTATENET şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24 saat monitorinq olunur. Cloudflare kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axınının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir. Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və şəhadətnaməsi kimi müşayiət edici sənədlər əsasında həyata keçirilə bilər. Amma bugün paytaxtın bəzi ərazilərində qanunsuz heyvan kəsimi və ət satışına rast gəlirik. Yaranan antisanitar vəziyyət insan sağlamlığı üçün təhlükə yaradır. İndi mövzu ilə bağlı bir sujetimiz var. Paytaxtın baytarlıq, sanitariya və gigiyena normalarına cavab verməyən ərazilərində, küçələrdə, yol kənarında qanunsuz heyvan kəsimi və ət satışı hələ də təşkil edilir. Harada kəsirsiniz? Olmaz deyirəm də, icazə yox. Bu ətlər bu şəraitlə saxlanır. Bəli, elə. Səsəyən də saxlanırsın. Yox, digərsi yoxdur da bana, gelib gəlir. Mən heyvan gətirmirəm. Bəs bu heyvanları kim kəsir burada? Çəkiliş apardığımız zaman bəzi satıcılar kameramızı görüb nöqsanlarını düzəltməyə çalışdılar. Bəzi satıcılar isə burada işləmədiklərini deyib məsuliyyətdən boyun qaçırdılar. Bəs heyvanlar burada saxlanır? Burada göstərir xanım, saat götürülüb adı kamilətlərə kəsir, gətirir. Bu cəmaat gördüyü ki, sağlamdır. Cəmaata yayılıb ki, davaq yox. Yalan söylüyor. Amma heyvanları biz gördük ki, burada saxlayırsınız. Burada göstərir, burada cəmaat görür ki, sağlam heyvanlar, xəstəlik yoxdur. Orada kəsir getirilir.
Belə qalan yerlər sağdır. Yox, ümumiyyətlə satılıb gedir, olumlu satışda nəsə, o satılıb gedir, qalmır ki, bax, sənkindən misal üçün qalır, bir gün qalır. Olduğumuz satış nöqtəsində heyvanların normalara uyğun kəsildiyi iddia edilsə də, ətin saxlanma şəraitinin insan sağlamlığı üçün çox riskli olduğunu müşahidə etdik. Qida Təhlükəsizliyi Dövlət Agentliyindən bildirdilər ki, Respublikada ət kəsimi məntəqələrinin sayı 120-yə çatıb. Satışı reallaşan bütün heyvanlar həmin məntəqələrdə gigiyenik sanitar qaydalara uyğun kəsilməli və satışı təşkil edilməlidir. O da qeyd olundu ki, paytaxtda ətin satış məntəqələrinə AQDA ilə yanaşı Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanı da nəzarət edir. Qaydalara məhəl qoymayan vəzifəli şəxslər isə 500-600 manat məbləğində cərimə olunur. Maraqlıdır, bu qədər nəzarət olduğu halda heyvan kəsimi və satışında nöqsanlar hələ də müşahidə edilir. Gülşənə Mahmudova, Qəhrəman Məmmədov, ASTV Xəbər. Aylardır davam edən qazıntı, yubanan tikintinin yubatdığı sürücülər. Cəmaət dərəcə çəkir, biz də çəkirik. Binəqədi şosesində tıxaca səbəb olan işlər nə zaman bitəcək? Abşeron rayonu Məmmədli kəndində yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Çevik müdaxilə sayəsində ərazidə park olunan istismara yararsız avtobuslarda başlayan yanğın digər nəqliyyat vasitələrinə keçmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4-ü yanıb. Bir vaxtlar avtobus dayanacaqlarında köməyimizə çatan o monitorlar tam əhəmiyyətini itirib. Hər halda həmin monitorların alınmasına və quraşdırılmasına az vəsait də təbii ki xərclənməyib. Bunlar təbii ki sərnişinlərin dəqiq məlumatla təmin edilməsi üçün quraşdırılmışdı. Bəs niyə böyük vəsait xərclənərək quraşdırılan bu monitorlar indi işləmir? Daha ətraflı növbəti bir reportajımız var. Bəli, bir neçə il əvvəl dayanacaqlarda bu monitorlar istifadəyə verilmişdi. Sərnişinlər avtobusların neçə dəqiqəyə gələcəyini və bu dayanacaqdan hansı ünvana gedə biləcəklərini rahat öyrənirdilər. Hazırda isə vəziyyət fərqlidir. Demək olar ki, heç bir dayanacaqda monitorlar işləmir. Heç nə yaramır. Durub burada kiməsə nəsə bir xeyri yox. İşləmir deyəndə hərdən adam çaşır qalır ki, görəsən mənim avtobusum nə vaxt gələcək. Sərnişinlər avtobusun nə vaxt gələcəyini öyrənmək üçün artıq bu monitorlara baxmırlar. Ümid yalnız avtobusun gələcəyi yola baxmağa qalır. Məcburuq ki, kimlənsə soruşaq ya da necəsə. Yəni işləsə yaxşı olar ki, biz də harasa gedəndə bilmədiyimizi, yəni baxardıq məlumatımız olar ki, belə deyək, 6 nömrə azadlığa gedir. Yəni əvvəllər işləyirdi, indi işləmir. Yəni işləsə daha yaxşı olar, biz də bilərik marşrut nə vaxta gələcək. Avtobus dayanacaqlarında monitorlar yerində olsa da, amma heç biri işlək vəziyyətdə deyil. Susqun monitorların niyə işləmədiyini soruşduqda aidiyyəti qurumlardan yalnız bir cavab aldıq. Terminallar müəyyən səbəblərə görə fəaliyyət göstərmir. Bəs real səbəb nədir? Monitorlar bugünkü sistemlə uyğunlaşmır və onu da yenidən çalışdırmaq demək olar ki, mümkün deyil. Başqa təyinatı ilə bəlkə də istifadə etmək olar. Bu məsələni həll etmək üçün yeni sistem qurulmalıdır və o sistemə avtobusların özləri də adaptasiya olunmalıdır. O bu qədər də asan bir məsələ deyil əslində. Hər ölkədə, hər şəhərdə fərqlidir. Onlarda da bəzilərində mobil tətbiq vasitəsilə izləmək olur, bəzilərində dayanacaqlarda da izləmək olur. Artıq bu nümunə ölkəmizə də reallaşdırılacaq. Mövzunu araşdırarkən bu informasiyanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən əldə etdik.
Hazırda layihənin beta versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək. Eyni zamanda sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi MAP ayna sistemi də yenilənib və funksionallığı daha da artırılıb. İctimai nəqliyyat barədə rəqəmsal informasiyalar ayna.gov.az internet resursunda avtobus marşrut xətləri başlığı altında yayımlanır. Hazırda platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları barədə məlumat əldə edə bilərlər. Eyni zamanda paytaxtda müntəzəm marşrutlar üçün dayanacaqlara məlumat lövhələri yerləşdirilir. Bu lövhələrdə dayanacağın yerləşdiyi ərazi, oradan keçən marşrutların istiqaməti nümayiş etdirilir. O ki qaldı boş monitorlara, onların tamamilə ləğv edilməsi hələ də sual altındadır. Şahnun Qasımova, Çingiz Qəniyev, ASTV xəbər. Binəqədi şosesində aylardır davam edən təmir qazıntı işləri bitmək bilmir ki, bilmir. Elə bu yoldan istifadə edənlər təmirin nə vaxt başa çatacağını səbirsizliklə gözləyirlər. Əməkdaşımız elə sözü gedən ərazidə olub, sakinləri narahat edən suala cavab tapmağa çalışıb. Bakının əsas yollarından biri olan Binəqədi şosesində bir neçə aydır ki, təmir işləri gedir. Məhz elə bu təmir qazıntı işlərinin səbəbindən bu yolda çox güclü tıxaclar baş verir. Yarım ilə yaxındır təmir qazıntı işlərinin hələ də başa çatmaması narazılıq yaradır. Sürücülər təmirə görə yaranan tıxacda bezdiklərini bildirirlər. Cəmaət dərəcə çəkir, biz də çəkirik. Çox çətin, çox çətin. Nə qədər vaxtda gedir? İndi yaxşı gün ortalar 1 saat yarım. Gedirik də bir tane da, məcburuq da, yəqin yaxşı olar da inşallah. Təsbit vaxtı çox bərbat. Neçə saata gedirsiniz bu yolu? Bu yolun rahat bir, demək olar 1 saat çəkir vaxt. Təmirin yubanması isə qazılan torpaq qatının həddindən artıq bərk olması və köhnə kommunikasiya xəttlərinin çoxluğu ilə izah olunur. Bəs işlər nə zaman yekunlaşacaq? Hal-hazırda işlər indi yekunlaşır. Bu ayın axırına da biz səhvi verəcəyik. Bizi də qarşılayan bu iskalalar olubdu. İskalaya görə biz ləngimişdik. İndi bu ayın axırına təhvil verəcəyik. Bir dənə yol keçişimiz qalıbdı. İndi asfaltda vurula-vurula gəlir. Təmir işləri Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Binəqədi yaşayış kompleksinə məişət kanalizasiya xəttinin çəkilişi işləri ilə bağlı aparılır. Məsələ ilə bağlı sorğumuza cavab olaraq agentlikdən bildirildi ki, mövcud kommunikasiya xəttləri ilə bağlı işlər müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilir və qısa zaman ərzində tamamlanacaq. Samir Hacıyev, Elvin Qəhrəmanov, ASTV xəbər. Gələn ildən daha çox ƏDV məbləği geri qaytarılacaq. Vergi məcəlləsinə dəyişiklik edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğu, maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edir. Növbəti baxış iclasında Vardanyanın müdafiəçisi Emil Babışov vəsatət verərək bir neçə məhkəmə iclasının protokollarının məzmunu ilə tanış olmaq üçün müdafiə tərəfinə şərait yaradılmasını xahiş edib. Hakim Zeynal Ağayev bununla bağlı müdafiə tərəfinə əvvəllər kifayət qədər imkan yaradıldığını və gələcəkdə də müvafiq şərait yaradılacağını bildirib. İclasda Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayətlər zamanı zərər çəkənlər ifadə veriblər. Cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanan sənədlər elan olunub, sübutlar tədqiq edilib. Məhkəmənin növbəti iclası noyabrın 20-sinə təyin olunub. İslamabadda asan xidmət konsepsiyası tətbiq ediləcək. Bununla bağlı Azərbaycanla Pakistan nümayəndə heyətləri arasında görüş baş tutub. Asan xidmət mərkəzinin fəaliyyət mexanizmi, idarə etmə modeli və xidmətlərin təşkili ilə bağlı detallar geniş şəkildə müzakirə edilib. Pilot mərkəz fəaliyyətə başladıqdan sonra Pakistanın digər bölgələrində də bu model tətbiq ediləcək. Və sonda asan xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb.
Birlikdə sıx koordinasiyalı çalışırıq. Əsas məqsəd burada şahid olduğumuz yüksək səviyyəli təcrübənin bənzər formada yaradılması, dövlət xidmətləri sahəsində əldə edilən səmərəliliyin və şəffaflığın təmin edilməsidir. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər həqiqətən təqdirə layiqdir. Pakistan və Azərbaycan arasında münasibətlər dərin tarixi köklərə malikdir və bu sadəcə bizim əməkdaşlığımızın bir nümunəsidir. Gələcəkdə daha da genişlənəcəyinə ümid edirik. Ulvi Mahdiyev has visited himself, his team has visited thrice. Gələn ildən vətəndaşlara daha çox ƏDV məbləği geri qaytarılacaq. Bu, vergi məcəlləsinə ƏDV geri al mexanizmi ilə bağlı gələn il nəzərdə tutulan dəyişiklik hesabına baş tutacaq. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi layihəni parlamentin plenar iclasına tövsiyə edib. Yeni təklif olunan qaydalara əsasən bərbərxanalarda gözəllik salonlarında və eləcə də kosmetoloji mərkəzlərdə ödəniş edən zaman ƏDV-nin müəyyən hissəsi geri qaytarılacaq. Burada bir tərəfdən məqsəd məhz ƏDV geri qaytar üzrə daha çox vəsaitin ödənilməsinə nail olmaqdan ibarətdir və nəticə etibarilə vətəndaşlarımız ödədiyi vəsaitə görə daha çox pulun geri alınmasını təmin edə biləcəklər. Digər tərəfdən isə həmin sektorlarda plastik kartlardan daha yaxından istifadə olunması, həmin sahələrin daha çox ağardılmasına nail olmaqdır. Davam eləyək. Azərbaycan televiziyası yeni çox seriyalı bədii filmin çəkilişlərini davam etdirir. Dekabrın 1-də saat 22:00-dan etibarən efirdə olacaq Dirilən Adam çox seriyalı bədii filmin ilk anonsu da elə bugündən kinosevərlərə təqdim olunub. İndi elə həmin anonsu birlikdə izləyək. Kimsən sən? Sən hardan tanıyıram? Bəbir müəllim aşıq olur. Qumruğun qızı yaşındadır. Sizə kim ixtiyar verib belə bir hərəkət edirsiniz? Bu dünyada rahat yaşamağa qoymadınız. Siz elədiniz. Yəni bu qədər dəyərsizəm sənin üçün? Həll eləyəcəm Bəbir. Kökündən həll eləyəcəm. Sənin işin, hə? Sən elətdirmisən? Gəlməsin, istəmirəm. Ailəmiz dağılsa nə sən olacaqsan, nə də mən. Ayaqqabıçıymış, hər nəymiş. Mənə də yox. Dirilən Adam serialı dekabrın 1-dən etibarən həftənin 5 günü saat 22-də Azərbaycan televiziyasında. Və onda qeyd eləyək ki, Dirilən Adam çox seriyalı film dekabrın 1-də saat 22:00-dan etibarən artıq efirdə olacaq və elə kadrlardan da görünür ki, izləməyə dəyər. Dirilən Adam serialı cəmiyyətimizdə tez-tez rast gəlinən, amma bəzən deyilməyən sosial problemləri özündə əks etdirir. İndi əməkdaşlarımız serialın çəkiliş prosesində aktyorların işini və layihənin məqsədini daha yaxından öyrəniblər. Kimsən sən? Sən hardan tanıyıram? Azərbaycan televiziyasında görkəmli yazıcı Mircəlal Paşayevin eyni adlı romanı əsasında çəkilən Dirilən Adam serialının əsas sujet xətti ailə məişət konfliktlərindən ibarətdir. Sabahınız xeyir. Dirilən Adam serialı 150 bölümdən ibarətdir. Ailə məişət dram mövzusunda olan bu serialın çox peşəkar, öz xarakterini, obrazını yüksək peşəkarlıqla canlandıran aktyor heyətimiz var. Çəkiliş məkanlarımız müxtəlifdir. İndi hal-hazırda gördüyünüz kimi məkanlardan biri bizim serialın baş obrazlarından biri olan Bəbirin yaşadığı villadadır. Azərbaycan televiziyasının efirində yayımlanacaq fərqli bir serial gəlir və biz həmin layihənin çəkiliş setindəyik. Baxaq görək proses necə gedir. 15-15, 1-2, səs 15. Şillələmək olar, hə? Gənc bir ailənin xanımına imkanlı şəxs aşiq olur. Onu əldə eləmək üçün müxtəlif üsullardan istifadə eləyir. Bundan sonra isə həmin xanımın həyat yoldaşını öldürməyə çalışır. Öldüyü bilinən həmin şəxs sonradan dirilir və konfliktlər də bundan sonra başlayır. Fərqli aktyor heyətinin yer aldığı layihədə hər seriya üzrə maraqlı səhnələri izləmək imkanınız olacaq. Göstər.
Görürəm də. Bax, bu sözləri dedim. Yox, günah səndədir. Mənim rolum burada baş rollardan biridir, Xavər. Ərini çox sevir və təbii ki, burada qısqanclıq zəminində bunun ailəsi dağılmaq üzrədir və bu xanım o qədər təkəbbürlü, o qədər özünə inamlı və ailəsini qoruyan, ailəsini sevən xanımdır ki, hər cəhdlə ailəsini qorumağa çalışır. İndi hələ ki, yəni proses gedir, çəkilişlər gedir. Hələ sonralar nələr olacaq, yəni ki, bu efirə getdikcə tamaşaçılar bunun şahidi olacaq. Çox dinamik çəkilişlər gedir. Və bir deməli çox keçmiş-keçli həyatı olan bir obrazdır. Deməli uşaq vaxtından atalığını öldürür, həbsdə yatır və sonra həyat qismət eləyir ki, buna bir biznesmen olur, tikinti üzrə. Otellər, evlər tikirlər filan elə. Burada da bunun insanların çoxunda olduğu kimi mənfi müsbət xüsusiyyətləri var. Layihə rəhbəri Həmid Əsədzadə olan və Pərviz Seydinin ssenarisi əsasında çəkilən serialda Dirilən Adam romanı müasir dövrümüzə yoğunlaşdırılıb. Ekran əsərində bəşəri ideyaların istənilən zaman və məkan üçün aktuallığı qabardılıb. Yazıçının dəsti xətti qorunaraq, həmçinin zaman, məkan və serial estetikası nəzərə alınaraq, bəzi personajların həyatı daha qabarıq, konfliktlər daha kəskin verilib. Öz obrazım haqqında onu deyə bilərəm ki, serialın adından bilindiyi kimi Dirilən Adam bu təkcə fiziki dirilmə deyil, həm də ruhsal dirilmədir və hər bir obrazın müəyyən yolunda, müəyyən bir məqamda o ruhsal olaraq dirilir. Mənim obrazım da belədir. Sevdiyi insan üçün mübarizə aparır və bəzi yanlış seçimlərin astanasında olsa da ruhu dirilir və sevdiyi insana dönür. Serialda hər süjet xəttinin öz hekayəsi, hər hekayənin isə cəmiyyətimizə öz mesajı var. Ssenaridə əsas amil kimi hər insan 2 dəfə dünyaya gəlir fikri qabardılır. Birində ana bətnindən işıqlı dünyaya, digərində isə ruhun qaranlığı yarıb işığa çıxması. Dirilən Adam serialında baş verən hadisələr haqq-ədalət uğrunda mübarizliyi və dönməzliyi, ailə bağlarına sədaqəti ifadə eləyir. Emil Məlikov, Novruz Kazımov, ASTV Xəbər. Davam edirik. Bakı Ekspo mərkəzində Holcim Azərbaycan və İqtisadi Zonaların İnkişafı Agentliyinin tərəfdaşlığı ilə keçirilən Usta Mənəm 2025 müsabiqəsinin final mərhələsi başa çatdı və yarışın qalibi Balakən rayonundan Etibar Qaradayev oldu. Qalib finalda göstərdiyi dəqiqlik və peşəkar fəaliyyətinə görə digər iştirakçılar arasında fərqlənərək birinci yerin sahibi oldu. May ayında start götürən müsabiqəyə ilkin mərhələdə 700-dən çox usta qatıldı. Ustalar nəzəri və praktiki tapşırıqlar əsasında bacarıqlarını nümayiş etdirdilər. Bu layihə çərçivəsində biz eyni zamanda öz yeni və innovativ məhsullarımızı təqdim etdik. Ustalarımız bu məhsulların texniki parametrləri ilə və eyni zamanda tətbiq və düzgün istifadə qaydaları ilə tanış oldular. Yalnız ən yüksək nəticə göstərən 27 nəfər finala yüksəldi. Final real iş şəraitinə uyğun tapşırıqları ilə yadda qaldı. Finalın qalibi Etibar Qaradayev oldu. O, müsabiqənin baş mükafatı olan pikap avtomobilini qazandı. Lənkərandan Cəfərov Mirələm 2-ci, Qubadan Hüseynov Fikrət isə 3-cü yerə layiq görüldü. Hörmətli tamaşaçılar, ASTV Xəbərdən dərhal sonra efirə gedəcək Cəsus dosyesi sənədli filminə baxa bilərsiniz. Belə saatın əsas xəbərlərini təqdim etdik. Görüşmək ümidi ilə sağ olun.